Ərəstun bəy zəng elədi. Alo. Salam Qurban bəy. Salam Ərəstun. Qurban bəy, siz bilirsiniz ki, mən sizi izləyirəm və daim provokasiya edirsiniz. Məcbur edirsiniz. Vaxtınızı alsam bu sizin günahınızdır. Buyur, İzləyiciləri də salamlayıram. Buyur. Siz Kərəmət Böyükçölü izləməmisiniz? İzləmişəm. Bugünkü müsahibəsini, bugünkünü. Bugün nə yazıb ki? Putin yox. Yox, deyirəm. Kərəmət Böyükçölü. Bildim, deyirəm bugün nə yazıb. Demədim Putin, deyirəm bugün nə yazıb. Vallahi nə bilim, mən elə xəyalımda Putin'də, ona görə Putin Karın könlündəki. Qurban bəy, mən Kərəmət Böyükçölü çox istəyirəm. Həqiqətən çox istəyirəm. Yəni, bu insan Azərbaycanın bugünkü durğun, susqun, çaşqın cəmiyyətində bir alternativ düşüncədir. Adam yazıcıdır. Bugün onun Kamran Həsəni ilə müsahibəsi olubdur. Çox gözəl müsahibə idi, etiraf edirəm. Baxdım da sonacan. O elə bir ifadə işlətdi ki, mən bir də əmin oldum ki, Kərəmət Böyükçöl bizim üçün çox böyük bir yazıcıdır. Məsələn, Amerikanın Mark Twain'i kimi. İndi deyəcəm niyə? Adam deyir ki, mən dedim ki, filan partiya müxalifətdə olacaq. Düşdülər üstümə, Ramiz Mehdiyev hakimiyyətə götürsə, düşdülər üstümə məni söydülər. İndi mən neyniyim? Deyim ki, yox, hakimiyyətdə olacaqsınız, Ramiz Mehdiyev hakimiyyəti götürsə. Maraqlıdır, hə? Çox maraqlı. Niyə mən Mark Twain'lə müqayisə elədim? Mark Twain'in məşhur bir əhvalatı var. Bu, yəqin izləyicilərimizdən maraq olar. Mark Twain deyir ki, ABŞ Konqresinin üzvlərinin tən yarısı idiotdur. Və kongresmenlər düşür bunun üstünə, başlayırlar ki, bu təhqir eləyir, Amerika qanunvericilərini, bizim seçicilərimizi filan üzr istəməlidir. Mark Twain üzr istəyir. Deyir ki, üzr istəyirəm bu ifadəyə görə, Amerika Kongresinin tən yarısı idiot deyil. Qalanları idiot deyil. Bir yazıcıya dava açmaq, bir yazıcı ilə münaqişəyə getmək, bu heç bir siyasətçiyə başucalığı gətirmir. Həqiqətən gətirmir. Və qaldı, mən sizə xəbərdarlıq eləmişdim də o çıxışdan sonra, dedim, Qurban bəy, sizi trollayacaqlar ki, siz Mehdiyevin adamısınız. Deyənmədən deyirlər də ki, bu da sübut qoyub ortalığa ki, bu Qurban görürsünüz, bu Mehdiyevə yox, ikiyə bölünüblər cəfətçilər, tapşırığı Əli Kərimli verir də, ikiyə bölünüblər. Yarısı deyir ki, bax, İlham Əliyevə xəbərdarlığı ilə yataqlanır İlham Əliyevə, yol göstərir ki, belə. Bir tərəfi də bəzi qruplara da yazdırırlar ki, Qurban görürsünüz, deyir, Ramizin adamı inanmırdınız. İndi şantaj edir İlham Əliyevi ki, Ramizi qorusun. Qurban bəy, mən bir şey demək istəyirəm. Bu ciddi məsələdir. Bizim xalqımız üçün ciddi məsələdir. O siyasəti filanı qoyaq bir kənara. Bugün öz çıxışımda da demişəm, öz kanalımda ən böyük faciə bir xalqın aldadılmasıdır. Yabışlıqdır. Bugün əslində hakimiyyətə oponent olanlar hakimiyyətdən tələb etməlidir ki, açın məsələləri qoyun ortaya. Heç bir rəsmi qərar yox, heç bir şey yox. Media prezidentin təhlükəsizlik xidmətinin, nə bilim, məhkəmənin adından danışır. Siz nə edirsiniz? Hara gedirsiniz? Və ümumiyyətlə bu kampaniya artıq Ramiz Mehdiyevin xeyrinə işləyir. Çünki o qədər sərsəm ittihamlar irəli sürürlər ki, valla o ittihamları kimə irəli sürürsə, sonda adam qəhrəman olacaqdır. Yəni, bugün faktiki Ramiz Mehdiyevdən bir əzabkeş obrazı yaradırlar. Halbuki Ramiz Mehdiyev bütün o cinayətlərin əsas müəlliflərindən biridir. Mən istəyirəm ki, bizim xalqımız bu oyunda iştirak eləməsin. Əgər kimsə Qurban Məmmədlini ittiham eləyirsə, hansı dəyərləndirməsinə görə, Qurban Məmmədli başqa birini ittiham eləyirsə, bu əslində hakimiyyətin qurduğu oyunda hakimiyyətin əlinə oynamaqdır.
Çünki məsələnin mahiyyəti qalır kənarda. Bugün cəmiyyətə izahat verilməlidir ki, izah olunmalıdır ki, nə baş verir? Bu qalıb kənarda. Bu onu ittiham edir, o bunu ittiham edir. Nə bilim, bu deputatı, o naziri, bu keçmiş naziri. Ay cəmaat, bizi doluyublar, xəbəriniz var. Bizi ələ saldılar. Bu ələ salmanın qarşısına çıxmasaq, bizi ələ salanlara hansısa konkret tələblər irəli sürməsək, bizi doluya gedəcəklər. Vaxt gələcək deyəcəklər ki, Azərbaycanda Makedoniyalı İskəndər çevriliş eləməyə hazırlaşır. O deyil, sərhədimizin yanında durubdur. Və buna da inananlar tapılacaq. Biz ayrılmalıyıq, özümüzə gəlməliyik ki, hansı çirkin oyun gedir və bu oyunun əsas hədəfi bu xalqdır. Bu xalqı diksindirib, iyrəndirib siyasətdən, ictimai fəaliyyətdən, hər şeydən uzaqlaşdırmaq istəyirlər. Buna cavab verilməlidir. Yoxsa Qurban Məmmədli falan şey dedi, Əli Kərimli falan şey dedi, Sərdar Cəlaloğlu'nu hədəf alıblar orada. Siz deyən nəsillik isə hədəf alıblar, belə baxaraq. Mən keçən dəfə sizə ona görə dedim də, dedim, öz efirdə dedim, mən Naxçıvanlı deyiləm, mənə yapışmayacaq Ramiz Mehdiyev məsələsi. Amma bugün artıq yazıblar. İşte yapışdırarlar, yazıblar. Yazıblar ki, Qurban Məmmədli ilə sən niyə belə narahatsız Ramiz Mehdiyevə görə? Mən də cavab yazdım ki, Ramiz Mehdiyevə görə narahat deyiləm. Mən Ramiz Mehdiyev şousuna inanan səni kimi idiotlara görə narahatam. O gün bayağını verdiyim çıxış yoxdur, səndən danışdığımız. Bəs bunun üstündə deyirlər də ki, bəs güya mən burada Ramiz Mehdiyevi müdafiə edirəm, İlhamı şantaj eləməklə, dolayısıyla Ramizi müdafiə edirəm, sən də o da qulaq aslan, sən də mənlə birlikdə Ramizin adamıza. Hədə elə çıxır da. Heç kim sual vermir ki, Qurban Məmmədlinin və yaxud da Rəsul Orucunun müdafiəsinə Ramiz Mehdiyevin və İlham Əliyevin nə ihtiyacı var? İndiyəcən biz onları müdafiə eləmişik. Peki 22 doları hakimiyyətdə biz saxlamışıq. Yox, mən indi buradan bir elan verim. Hal-hazırda 2013 nəfər YouTube'da bizi izləyir. 65 nəfər də TikTok'da. Dostlar, YouTube'da təzəli bir 1000 nəfər paylaşsın indi. 1000 nəfər paylaşsın. Baxış 2005-ə qalxsın. Mən sizə indi elə bir fakt verəcəyim ki, hamınız heydən qalacaqsınız ki, ay vay, biz necə kör olmuşuq, biz niyə belə düşmürük? Xüsusilə cəhbətçilər. Təzəli paylaşın. Baxış saat 2500 edin. Mən sizə indi bir material təqdim edəcəyəm. Hətta Ərəstun Oruçlu belə təəccüblənəcək ki, vay. Mən niyə bunu görməmişəm? Ərəstun Oruçlu kimi bir politolog, baxın ha. Mən həmişə elə bilmişəm ki, məni heç də ilə təəccübləndirmək artıq mümkün deyil. Amma hər dəfə səhv eləyə gedirəm. Ona görə inanıram ki, siz də məni təəccübləndirəcəksiniz. Təşəkkür edirəm. Müdaxilə elədiyim üçün üzr istəyirəm. Hər kəsi bir daha salamlayıram və paylaşmağa, bəyənməyə dəvət edirəm. Sağ olun. Təşəkkürlər, çox sağ olun. Mən Azərbaycan Maliyyəsindən təşəkkür edirəm Ərəstun bəyə.